Salam, belə bir sual paylaşmışdıq. Verilmiş nümunəyə əsasən uyğunlaşdırın. Murada görə əlbəttə heç kim yolundan çıxan deyil. Kim sualla tanış deyilsə videonu saxlayaraq suala baxsın, cavabını müəyyənləşdirsin, daha sonra keçək bizim izaha və cavaba. Bir daha oxuyuram nümunəni. Murada görə əlbəttə heç kim yolundan çıxan deyil. İki dənə bölmə var. Əminliklə demək olar, əminliklə demək olmaz. Zərflik işlənmişdir. Burada zərflik işləndiyini əminliklə demək olarmı? Xeyr. Ola bilər. Murada görə zərflik olsun. Murada görə, yəni muradın ucbatından heç kim yolundan çıxan deyil. Amma bunu ara söz kimi də düşünmək olar. Murada görə, yəni ki, muradın fikrincə, muradın düşüncəsinə görə heç kim yolundan çıxan deyil. Amma mən deyirəm ki, ola bilər ki, çıxsınlar. Deməli, burada zərflik işlənməsi ehtimaldır. Deyə bilərsiniz ki, bəs vergül, axı ara söz olanda vergül olmalıydı, zərflik olanda olmamalıydı. Xeyli testlərimiz də var belə. Yəni, burada vergülün olub-olmaması mənanı dəyişir, cümlə özünün sayını dəyişir. Amma iş orasındadır ki, burada əlbəttə var. Yəni, əlbəttənin əvvəlində də sonrasında da vergül olmalıdır deyə biz bilmirik ki, burada murada görə nədir? Zərflikdir, yoxsa ara sözdür? O ki, qaldı yolundan sözünə. Yolundan sözü, deyə bilərsiniz ki, mən bunu frazoloji kimi götürmürəm, belə götürürəm. Yolundan, zərflik götürürəm. Onsuz da burada yolundan sözü heç bir halda müstəqil cümlə özü kimi ola bilməz. Lap frazoloji birləşmə olmasa da çıxan sözünün içində gedəcək, çıxan sözünün yaratdığı tərkibin içində gedəcək bir yerdə. Yəni, burada zərflik olub-olmadığı dəqiq bilinmir. Ona görə A hara getməlidir? Əminliklə demək olmaz bölməsinə, yəni ikinciyə. Qoşma işlənmişdir 100%. Niyə? Murada görə istəyir ara söz olsun, istəyir zərflik olsun. Görə hər bir halda orada qoşmadır. Düzdür, məna növü dəqiq bilinmir, istinad da bildirə bilər, səbəb də bildirə bilər. Amma bu bizə maraqlı deyil. Deyir, qoşma işlənibmi? İşlənib, qoşmadır. Deyə bilərsiniz ki, axı ara sözdür. Bəli, ara sözdür də, yəni ara söz təkcə modal sözlərlə ifadə olunmur ki, murada görə deyə bir modal söz keçmişik, sizlə keçməmişik. Deməli, burada murada isimdir, görə qoşmadır. Qoşma 100% işlənmişdir. Ona görə də B gedir 1-ə. Gəldik C-yə. Cümlə üzvü rolunda çıxış edən əvəzlik işlənmişdir 100%. Burada heç kim sözü mübtədadır. Bəs bu fe'li sifət məsələsi. Fe'li sifət məsələsi belədir ki, əgər heç kim sözü burada mübtəda kimi düşünülə bilirsə, yəni mübtəda olası söz tərkim içində olmur. Yolundan çıxan deyil, kim? Heç kim. 100% burada əvəzlik müstəqil cümlə özü kimi işlənmişdir. C də gedir 1-ə. Yəni, siz belə götürə bilməzsiniz. Heç kim yolundan çıxan deyil, hamısı birlikdə xəbər. Mübtəda olası söz mübtəda olmalıdır burada. Çıxışlıq halda olan isim işlənmişdir. Deməli, burada yolundan sözü dediyimiz kimi müstəqil isimdə ola bilər. Məsələn, biz bilirik ki, murada görə heç kim yolundan çıxan deyil. Hamı dümdüz mənzilə gedəcək, təyin olan yerə gedəcək. Amma yolundan çıxmaq, yoldan çıxmaq, yoldan çıxartmaq, bunlar frazoloji birləşmədə kimi də işlənə bilər axı. Əgər frazoloji birləşmədirsə, daha siz o yolundan sözünə isim deyə bilməzsiniz. İkisi birlikdə bir frazoloji birləşmədir və D variantındakı fikir əminliklə deyə bilmədiyimiz bir fikirdir. Bu gedir 2-yə. Düzgün cavab belə oldu. 1BC, 2AD, yəni A variantı.